لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Buyurur ki İbn Rəcəb rahimehullah, El-Hadithü Thâminu vel-Arba'un, 48-ci hədis. An Abdullah ibn Amr radiyallahu anhuma anin Nebi sallallahu aleyhi ve sellem qal. Abdullah ibn Amr radiyallahu anhuma deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə dedi: Arba'un men kunna fihi kana munafiqa. Bu dörd şey kimdə olarsa o münafiq olar. Ve in kanat khaslatun minhunna fihi kanat fihi khaslatun minen nifaq hatta yad'aha. Bu dörd xislətdən hər hansı biri onda olarsa, onu tərk edənə qədər onda nifaqdan bir xislət olar. Birinci deyir ki, bu dörd şey kimdə olarsa o münafiq olar. Sonra deyir ki, o dörddən hər hansı biri bir kəsdə olarsa, onu tərk edənə qədər nifaqdan olan bir xislət onda olmuş olar. Sonra həmən o dörd şeyi sadalayır. Birinci ədədi bildirir, sonra biri sayı deyir, sonra sayılanları gətirir. Bu da Peyğəmbər sallallahu aleyhi ve sellemin təlimdəki gözəl üslubundan idi ki, insanların diqqətini çəkir, dörd xislət var deyir. Artıq diqqəti çəkir, görə bunlar bu hansı dörddür? İdə həddəsə kədəb. Danışdığı zamandır yalan danışar. Və idə vəədə əxləf. Bir şey vəd etdiyi zaman buna xilaf çıxar, sözündən dönər. Və idə xasəmə fəcar. Bir mübahisə eləyərsə, kimləsə çəkişərsə, həddi aşar, zülm edər, əziyyət verər. Və idə əhədə qadar. Bir şeyi də əhd eləyərsə, buna vəfasızlıq göstərər, əhdini yerinə yetirməz. Xaracəhül Buxari və Muslim. Bu hədisi də İmam Buxari və Muslim rahiməhumullah rəvayət eləyiblər. Şeyx Abdülmuhsin Əl-Abbad hafizəhullah bu hədisin şərhində buyurur ki, burada deyir Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, bu dörd xislət kimdə olarsa o münafiq olar. Söhbət deyir əməli nifaqdan gedir. Əməli nifaqdan. Yəni nifaqın iki növü var qardaşlar. Ümumən nifaq nə deməkdir? İçlə xarici, insanın daxili ilə xaricinin bir-birinə uyğun olmaması. İçində küfrü gizlədir, üzdə isə imanı izhar eləyir. Ya bu iman eləyib. Amma içində isə nədir? Küfrü gizlədir. Bu nifaq deməkdir. Və bu nifaqın özünün də iki növü var. Bir etiqadi nifaq var. Artıq bu konkret o nifaqın tərifində olan qəlbində küfrü gizlədir, üzdə isə imanı izhar edir. Bu etiqadi nifaqdır. Nifaqın birinci növü bu sahibini dindən çıxarır. Bu kafirdir. Bu cür münafiq nədir? Kafirdir. Və bunu Allahdan başqa heç kim bilmir. Bu cür nifaqı Allahdan başqa heç kim bilmir. Ancaq vəhy ilə bilinə bilər. O da Peyğəmbər sallallahu aleyhi və səlləmin sağlığında. Peyğəmbər sallallahu aleyhi və səlləm sağlığında bəzi münafiqləri bildirmişdi. Demişdi, filan kəs münafiqdir, filan kəs münafiqdir. Və bu da ona vəhy ilə gəlmişdi və Peyğəmbər sallallahu aleyhi və səlləm bilirdi. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm vəfatından sonra biz bu etiqadi nifaqın kimdə olduğunu bilə bilmərik. Çünki üzdə izhar eləyir imanı. Bizim kimi şəhadət gətirir, bizim kimi namaz qılır və s. özünün müsəlman olduğunu izhar eləyir. Və bu cür münafiq cəhənnəm əhlidir. Əbədiyyən cəhənnəmdən çıxmayacaq. Və hətta cəhənnəmdə kafirlərdən də alt mərtəbədə olacaq. Və bilirsiniz, qardaşlar, cənnət dərəcələrləndir. Yəni, dərəcələr qalxdıqca cənnətin mərtəbələri qalxır, neymətlər genişlənir, düzdür. Cəhənnəm isə dərəkələrləndir, getdikcə aşağı düşür. Cəhənnəmin ən yüngül yeri onun ən üst təbəqəsi. Cənnətin də ən üstün təbəqəsi, ən böyük neymətlər olan ən üstün cənnət, ən uca cənnətdir, düzdür, Firdevsul A'lə. Və cəhənnəmdə isə dərəkələr var, getdikcə aşağı düşür. Bax, münafiqlər Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində dərkül əsfəldə olacaqlar. Ən aşağı dərəkədə. Dedik dərəkədir, düşür, getdikcə aşağı düşür. Ən aşağısında olacaqlar. Bax, bu etiqadi nifaqın sahibləri birinci qrup. Hansılar ki, onlar qəlblərində küfrü gizlədiblər, üzdə imanı izhar edir. Onlar cəhənnəmin ən aşağı dərəcəsində olacaqlar və heç vaxt o cəhənnəmdən çıxmayacaqlar. Əbədiyyən qalacaqlar. Kafirdirlər. Bu birinci. Nifaqın ikinci növü isə əməli nifaqdır. Əməli nifaq da Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədisdə bildirdiyi. Etiqadi nifaqda necə idi? Qəlbində küfrü gizlədir,
üzdə imanı izhar eləyir. Yəni, qəlbi ilə, daxili ilə zahiri fərqlidir. Üzdə deyir, la iləhə illallah, Muhammedən Rasulullah. Amma qəlbində onu inanmır, etiqad eləmir, qəbul eləmir. Əməli nifaq da, bu ikinci növdür, bu böyük günahdır. İnsanı dindən çıxartmır. Böyük günahdır. Əməli nifaq. Küfür deyil. Amma burada da niyə görə bu nifaq adlanır? Çünki burada da daxili ilə xarici nədir? Uyğun gəlmir bir-birinə. Məsələn, danışır, bir şeydən xəbər verir və deyir, İdə həddəsə kədəb. Danışdığı zaman yalan danışar. Bilir ki, yalan danışır. Bax, burada xəta ilə səhv məlumat deməkdən getmir. Bilə-bilə yalan danışır. İçində bilir ki, o söz yalandır. Daxili ilə dilindəki fərqlidir. Dilində isə nə deyir? Onun əksini deyir. Ondan sonra vəd verir, nə edir? Xilaf çıxır. Vədinə xilaf çıxır. Vəd verəndə bilir ki, artıq xilaf çıxacaq. Etməyəcək onu. O yalandan vəd verir. Bax, bu da nədir? Yəni, bu 4 qismdə bu nədir? Bunlar əməli nifaq. Danışdıqda yalan danışır, vəd etdikdə vədinə xilaf çıxır. Mübahisə olanda, münaqişə onda həddi aşır və əhd də bağlayanda onu pozur, vəfasızlıq edir. Hər hansı bir əhdi pozur.